Değerli izləyicilərimiz, sizə Hansa rayonu çəkmirik biz. Məhz Bakıda, Ramanı Gülçülükdə şəxsi, özünə tikili 8 otaqlı həyət evi ilə gəlmişəm. Evimiz 10 sot torpaq sahəsinin içərisindədir. Sənəti nə idi vurğula? Sən de sənət. Ay maşallah. 10 sot torpaq sahəsinin içərisində sənəti sərəncam, şəxsi tikili 2 mərtəbə 8 otaqlı qismən əşyalar ilə birlikdə satışa çıxan evimizlə gəlmişəm. Evin həyət yanı hissəsidir. Tam döşənib, gör nə boyda darvaza qoyulub. Maşın rahat şəkildə həyətinə girə bilir. Damı fonuna ki, o da qapıya adam yorulur. Buradan oyuna mən bot vuracam ki, qapıya çatım. Evin dörd bir tərəfdən rahat şəkildə məsafə qoyulub. Sol hissəsi yay mətbəxi üçün bağlanılıbdır. İndi o içərisini təsvir ki, göstərə bilməyəcəyik. Çünki ev sahibləri video düşməsin deyə biz onları ora yığmışıq. Amma isti poldur. Yəni oradan qışda da istifadə eləmək olur. Görün nə gözəl manqalxanası var. Maqa sağı göstər. Yay mətbəxi. Açıq yay mətbəxidir də. Manqalxanası. Burada samavarı qaynat. Kebabı çək. Hələ bağına, bağçasına bax. Görüm ona açmaq olur qapısını, yoxsa. Açıqdır ki qapısı. Bağına, bağçasına bax. Nə olardı buranı mayda çıxardardı, satışa mən gəlib görərdim burada nə var. Ev yəsi hal-hazırda burada toyuq cücə saxlayır, hini var. Bir neçə növdə bar verən meyvə ağacları var. Yəni buranı bar verən vaxtı buranı meşəyə oxşadaram mən. O zibildir, sən zibili gələk çəkərdin hə? Keçək evin içərisini göstərik. Birinci mərtəbə kürsülüdür. Çox təəssüf ki, 2 mərtəbələrdə bəli, kürsü qoymurlar. Amma buranın birinci mərtəbəsi kürsülüdür və evin 2 dənə balkonu var. Burada bir ikinci mərtəbədir. Gedək evin içərisini göstərək maqa. Evimizin geniş giriş hissəsi tamına 8 otaqdır. Kalonu, kürsüsü, mərtəbə arası monolit beton, təkrar edirəm. Şəxsi özünə tikilidir. Pilləkənin altı kladovkadır. Oranı göstərdin solu. Solda bir dənə oturma otağıdır. Mərtəbə arası təkrar edirəm, monolit betondur. Sağda mətbəxdir, özü mətbəx 2 hissədən ibarətdir. Arkadır. Arkadan da məhəqqət mətbəxi göstərir. Haydi pəncərəni açılır, nə qəşəng hava gəldi. Şəxsi özünə tikilidir. Polu görsünüz, təmiz. Taxtadır, qazı, aspirator, hər bir şey var. Evdə 2 dənə mətbəx var. Bayaq dediyim o ev sahibləri oturduğu yay mətbəxi. Bir də evin içərisində yay mətbəxi deyil, elə o da demək olar qış mətbəxidir. Yay mətbəxi açıq manqalxana olan hissədir. Düşərlər, yox göstərmə. Göstərmə gələn müştəri canlı baxsın. Geniş qonaq otağıdır. Evimiz qismən əşyalıdır. Təkrar eləyirəm. Birinci mərtəbədəki sanitar qovşağı sanuzeli. İstipol. Ben buradan başlayacağım. Aha, burada kəşfdən buradan başlayadıq. Kabini, şulkası, aksesuarı, hər bir şey. Hələ gülə bax. Keçdik ikinci mərtəbəni göstərək. Pilləkəni, bəli, mərtəbə arası monolitdir. Pilləkən betondur, üstünü taxta ilə yığılıb. Bax, sən şey göstər. Ay, sağ ol, balkonu göstər. Mən yüksəklik qorxum var deyə keçə bilməm ora. Muhteşem yüzyılda deyilir, tüm dünyayı yöneteceğim. Ama buradan görüntü əsl o hissi verir. Qəbələ deyil, bunu var. Hə. Ay maşallah, sağlıqlarına qismət. Kübəyir bahalayıblar da əksəriyyəti. Bir, yataq otağı. İkinci mərtəbəmiz üstü apşifkadır. Yenə yataq otağı. Təkrar edirəm, şəxsi özünə tikilidir. Qiyməti sonda vurğulayacağım. İstəyirəm ki, səbirlə axıra kimi baxsınlar. Yenə yataq otağı. Tamına 8 otaqdır. İkinci mərtəbənin sanitar qovşağı sanuzelidir. Yenə bunda aksesuarları var. Evimizin qiyməti 167.000 manatdır.
və start qiymət olaraq göstərilir. Real müştəriyə EBS tərəfindən endirim mütləq şəkildə olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.